Fikir verirsə sülh nə gözəl şeydir. Artıq ikinci ildir ki, sərhəddə əskərlər ölmürlər. Bəli, hər iki tərəfdən. Sülhün gözəlliyi bundadır. Əvvəl Azərbaycan torpaqlarını işğal eləmişik. Sonra başa düşmüşük ki, yox, düzgün iş görməmişik. İndi Koçaryanla Samvel orada-burada boş-boş danışırlar ki, biz gəlib belə eləyəcəyik, belə eləyəcəyik. Mən də buna imkan verməyəcəm ki, gəlib nəsə eləsinlər. İndi seçkilər də bitibdir. 1-2 günlük işimiz var. Yəni ondan sonra mən bilirəm ki, nə qayıracağıq. Kim müharibə istəyirsə, buyursun. Uşaqların göndərsin, getsin cəhbədə qırılsın. Bəli, bizim regionumuza sülh və əmin-amanlıq lazımdır. Koçaryan sülh adamı deyil. Koçaryanları, Sarkisyanları 30 ildə orada saxlayan müharibə idi. Təsəvvür edin, bu yaxınlarda Azərbaycana gedirik. Onlar da bura gəlirlər. Gözəldir, deyilmi? Sülh içində yaşayın da, nə istəyirsiniz, gəlib qırılasınız.